Salam əziz 3-cü kurslar, mən Güney Qacar. Deməli, sizə bu videonu 3 dənə mesaj aldım az öncə və dedim ki, bir məlumat üçün sizə bir video çəkim və bunu bilməyiniz çox önəmlidir. Deməli, əgər gələn il 4-cü kursda siz magistra hazırlaşmaq istəyirsinizsə, belə bir şeylər demək istəyirəm sizə. Bu il artıq yeni bir qərar çıxdı. Bu qərara əsasən artıq magistraturada speaking bölməsi də olacaq. Yəni sizin danışıq levelinizdə yoxlanılacaq. Bəs bu necə düşə bilər? Bu mənim təxminimcə doktorantura imtahanı kimi olacaq. Yəni doktorantura imtahanda necədir? Bizdə bir neçə punkt var doktoranturada, amma magistraturada yəqin ki bir punkt olacaq və orada tutaq ki, ya şəkil təsviri olacaq. Deyəcəklər ki, 1 dəqiqə düşün, 1 dəqiqə şəkildir və altında bir neçə sual və yaxud da ola da bilər ki, tutaq ki, for against və yaxud da hər hansı bir mövzu olacaq, əqri, dizəqri olacaq və sizə deyəcəklər ki, 2 dəqiqə bunu düşün və 2 dəqiqə danış. Yəni, bu mənim zənnimcədir. Face to face IELTS-daki kimi olmayacaq. Buna %90 əminəm. Yəni, o da bilər, bilmək olmaz, amma yəni, din strukturu ilə çox güman ki, belə gedəcək. Və bunun üçün də bilirsiniz ki, writingimiz də var. Yəni bizdə 5 balımız writingdən gəlir, 2 dənə reading var, 1 listening var. İndi bu balı, speaking balını necə eləyəcəklər, bu haqqda tam məlumatımız yoxdur. Yəni ümumi şəkildə belə desək, bizdən artıq ingilis dili tələb eləyirlər. Və əziz magistra hazırlaşanlar, əziz 3-cü kurslar, yəni mənim sözümü sonra yadınıza salacaqsınız və deyəsiniz ki, kaş Güney müəlliməni dinləyərdik. Hələ vaxtınız var, sentyabrda hazırlıq başlayacaq. Dəqiqə coffee shopdayım, dedim tez-tezə çatdırım, bu səs sizi mane olmasın. Hə, deməli, siz də başlayacaqsınız sentyabrdan hazırlıqlara və əgər ingilis dili leveliniz aşağıdırsa, həqiqətən çox böyük bir problem yaşayacaqsınız. Yəni sizdə, necə deyim, proqramı başa düşməkdə, speakingi danışmaqda, deməyin ki, həmin dövrdə mən öyrənəcəm. Yox, elə olmur, proqram öyrədirik biz. Çünki 5 aylıq bir proqramdır. Oktyabr, noyabr, dekabr, yanvar, fevral. Fevralda imtahana girirsiniz. Yəni imtahana girəndə bəs siz nə edəcəksiniz? Bu imtahan proqramını öyrənməlisiniz axı və imtahanda B1 plus-da düşür. Yəni bunun üçün də sizin ən azı leveliniz A2 strong B1 əvvəli olmalıdır ki, siz imtahanı yaxşı keçəsiniz bir dəqiqə. Bəli. Deməli, və bunun üçün də mütləq hələ vaxtınız var. Əgər dil probleminiz varsa, ingilis dilində danışıqda problem yaşayırsınızsa, mütləq ya özünüz hazırlaşın, ya hazırlıqlara qoşulun. Yəni bir müəllimin müşayiəti ilə istəyirsinizsə, generalı gücləndirin, ən azından bir level qaldıra bilərsiniz. Baxın, yəni bir xeyli müddət var. Sentyabrdan, oktyabrdan hazırlığa başlamaq üçün mütləq siz indidən ingilis dilini gücləndirin. Bunu hər hansı bir yerdə ola bilər. Bizim kursda da eləyə bilərsiniz. Əlbəttə ki, danışıq dərsləri super müəllimlər tərəfindən keçirilir. Yəni, istəsəz eləyə bilərsiniz, istəsəz bu formatda, amma mütləq bu sözümü yadda saxlayın, ingilis dilini gücləndirin. Əks təqdirdə proqramı yaxşı başa düşməyəsiniz, sonra orada problem yaşayacaqsınız suallarda, bir müddət sonra, 2 aydan sonra ingilis dili sizə artıq gələcək ki, eləyə bilmirəm də mən bu dili, qalsın gələlinə filan. Amma görürsünüz, il-ildən bu il bizdə artıq speaking yox idi, Yəni, uzun sözün qısası ingilis dilini öyrənməyə başlayırsınız. Bu, həm təkcə magistr üçün yox, özünüz üçün də çox xeyir olacaq. Baxın, elə yay kampaniyaları olur, çox tələbə büdcəsinə uyğun olan büdcə ilə dil dərsləri olur. Yəni, mənim məsləhətim düzgün strategiya ilə, düzgün vaxtda düzgün şeylər eləməkdir. Yoxsa özünüz də sonra pis olarsınız, peşman olarsınız ki, mən ingilis dili bilmədən niyə bir proqrama daxil oldum? Bu IELTS-də də belə idi, bu doktoranturada belə idi, amma magistr belə deyildi. Əvvəl magistr vaxtında öyrənmək olurdu, proqramı keçmək olurdu, amma artıq elə deyil. Yəni, bunu özünüz görəcəksiniz və mənim sizə məsləhətim dil bazanızı gücləndirin. Və gələn ildə dərslərimizdə artıq daha belə ingilis dilini bilən bir şəxslərlə qarşılaşaq ki, o da proqramda güclü olanda və artıq gəlsin möhtəşəm nəticələr. Nəticələrimizi görürsünüz, yəni hər şey çox yaxşıdır və bunun üçün də tələbənin də leveli çox önəmlidir. Elə isə mən sizə inanıram, ingilis dilini gücləndirib elə magistra başlayırsınız. Hələlik.